Salam dəyərli izləyicilər. 13-19 iyul 2026-cı il həftəsi bürclərə nələr gətirir? Hər bürcü tam eyni bərabərlikdə analiz etdik. Amma videoya keçməzdən öncə sizə bildirmək istəyirəm ki, kanalımız addım-addım böyüyür və 5000 abunəlik o gözəl hədəfimizə çox az qalıb. Əgər hələ də abunə deyilsinizsə, mütləq abunə olmağı və videonu bəyənməyi unutmayın ki, əməyim yerdə qalmasın. Sizin dəstəyiniz mənim üçün hər şeydən önəmlidir. İndi isə keçək bürclərə. Qoç bürcü. Bu həftə ev daxilində köhnə məişət problemləri və ya təmir məsələləri yenidən baş qaldıra bilər. Valideynlərlə münasibətdə biraz səbirli olmalısınız. Onların sizə təzyiq etdiyini düşünə bilərsiniz. Münasibəti olanlar partnyorunuzla mali mövzusunda fikirləriniz üst-üstə düşməyə bilər. İnadkarlıq etsəniz, həftənin ortası gərgin keçəcək. Subaylar isə keçmiş sevgilidən gələn qəfil bir zəng və ya mesaj onları çaşdıra bilər. Amma unutmayın, köhnə hamam, köhnə tas. Eyni səhvi ikinci dəfə etməyə dəyməz. Diş və sümük ağrıları bu həftə sizi narahat edə bilər. Kalsium balansınıza və kəskin hərəkətlərə diqqət edin. Gözlədiyiniz bir pulun gecikməsi planlarınızı biraz təxirə sala bilər. Bu həftə böyük alış-verişlər üçün uğurlu zaman deyil. İş yerində rəhbərliklə vizyonlarınız toqquşa bilər. Haqlı olsanız belə, bunu aqressiv yox, sənədlərlə və sakit şəkildə sübut etməyə çalışın. Həftənin Qoç bürclərinə olan məsləhəti. İlk ağlınıza gələn sözü dərhal deməyin. 3 saniyə dayanın və nəfəs alın. Bu həftə yarımçıq qalmış sənədləşmə işlərini bitirmək sizlər üçün uğurlu olacaq. Tələsik verilən istefa və ya ayrılıq qərarlarından isə uzaq durun. Boğa bürcü. Yaxın qohumlar və ya bacı-qardaşlarla bağlı bəzi mövzular gündəmə gələcək. Onların sizdən maddi və ya mənəvi dəstək gözləntisi də ola bilər. Amma öz sərhədlərinizi qoruyun. Münasibəti olan Qoç bürcləri üçün bu həftə soyuqluğu sındırmaq üçün əla həftədir. Birlikdə keçirəcəyiniz bir axşam yeməyi münasibəti canlandıracaq. Subaylar günlük həyatın qaça-qaçında, bəlkə də bir mağazada və ya yolda tamamilə təsadüfi bir baxışma real bir münasibətin qığılcımı ola bilər. Realist olun, amma şanslara qapını bağlamayın. Boğaz nahiyəniz və səsiniz bu həftə həssasdır. Çox soyuq içkilərdən və kondisioner qarşısında oturmaqdan uzaq durun. Maliyyə baxımından stabil həftədir. Kənara pul atmaq və ya gələcək üçün xırda investisiya planları qurmaq üçün münbit dövrdür. Zəhmətinizin rəhbərlik tərəfindən fərq edildiyi bir həftədir. Yeni və daha məsuliyyətli bir tapşırıq ala bilərsiniz. Bu da gələcəkdə vəzifə deməkdir. Həftənin Boğa bürclərinə olan məsləhəti. Komfort zonanızdan çıxmaqdan qorxmayın. Dəyişiklik bəzən inkişaf gətirir. Uzun müddətli müqavilələrə imza atmaq bu həftə uğurlu olacaq. Başqalarının maliyyə məsuliyyətini və ya borcunu öz üzərinizə götürməkdən uzaq durun. Əkizlər bürcü. Ailə daxilində uşaqların təhsili və ya gələcəyi ilə bağlı məsələlər ön plana çıxa bilər. Böyüklərlə münasibətdə isə bəzi anlaşılmazlıqlar mümkündür, amma tez yoluna düşəcək. Evli, münasibəti olan əkizlər bürcləri, partnyorunuzun sizdən gizlətdiyi xırda bir maddi məsələ ortaya çıxa bilər. Bu böyük yalan yox, sadəcə xəbərsiz atılmış bir addım olacaq. Dərhal böyütməyin. Subaylar sosial şəbəkələrdə çox aktivsiz. Amma qarşınıza çıxan insanların hamısı göründüyü kimi deyil. Bu həftə virtual tanışlıqlarda biraz ehtiyatlı olun. Sizin sinir sisteminiz gərgindir və bu yuxunuza təsir edir. Yatmazdan əvvəl rəqəmsal ekrandan uzaq durmaq sizə yaxşı gələr. Pulla bağlı məsələlərdə həm qazanc, həm də qəfil xərclər var. Gələn pulu dərhal xərcləmək vərdişinizə bu həftə fasilə verin. İdeyalarınızla hər kəsi heyran edə biləcəyiniz bir həftədir. Kreativ layihələr və ya təqdimatlar üçün göy üzü sizə yaşıl işıq yandırır.
Həftənin Əkizlər bürcünə olan məsləhəti: eyni anda 3 işə qaçmaq yerinə enerjinizi tək bir hədəfə fokuslayın. Yeni sosial media layihələrinə başlamaq və ya çəkilişlər etmək bu həftə sizin üçün uğurludur. Bu həftə iş mühitində dedikodu edən qruplara qoşulmaqdan mütləq şəkildə uzaq durun. Xərçəng bürcü. Ailə daxilində dinc və sakit bir atmosfer yaratmaq istəyəcəksiniz. Evinizi təmizləmək, bəlkə də köhnə əşyaları atmaq həm evə, həm də sizə yaxşı enerji verəcək. Evli, münasibəti olan xərçənglər həyatındakı insanın həddindən artıq diqqət və emosional dəstək gözləyə bilər. Qarşı tərəf iş stresinə görə bunu edə bilmirsə, dərhal məni sevmir triplərinə girməyin. Subaylar isə bu həftə ürəyinizi açmağa qorxduğunuz o platonik sevgi ilə bağlı bəzi ipuçları ala bilərsiniz. Hisslərinizin qarşılıqlı olma ehtimalı var, amma ilk addımı ondan gözləyin. Mədə və həzm sisteminiz yay mövsümünə qarşı həssasdır. Küçə yeməklərindən və ağır, yağlı qidalardan uzaq durun. Köhnə bir borcun qaytarılması və ya gözlənilməz xırda bir ruzi gəlişi həftənin ortasında sizi rahatladacaq. İş yerində biraz yorğunluq və motivasiya əksikliyi var. Hər şeyi tək başına etməyə çalışmayın. İşləri həmkarlarınız arasında bölüşdürün. Keçmişin xatirələrində yaşamağı buraxın. Reallıq bu gündədir. Bu, xərçəng bürclərinə olan həftənin məsləhəti. Evdə dekorasiya dəyişiklikləri və ya yarımçıq qalmış şəxsi işləri tamamlamaq bu həftə sizə uğurlu ola bilər. Borc istəyən dostlara yox deyə bilməmə vərdişindən bu həftə uzaq durun. Əziz izləyicilərim, ilk 4 bürcün real vəziyyəti belədir. Gəlin şərhləri biraz canlandıraq. Bu yay həyatınızda hansı mövzu daha çox gərgindir? Sevgi yoxsa maliyyə? Bürcünüzlə bərabər rəylərdə yazın. Görək reallıqda ən çox hansı sahədə çətinlik çəkirik? Şir bürcü. Ailə daxilində gizli qalmış bəzi söhbətlər və ya köhnə incikliklər yenidən açılsa da, siz liderlik keyfiyyətlərinizi göstərib hamını sakitləşdirəcəksiniz. Evli, münasibəti olan şirlər bu həftə tərəfdaşınızın üzərində çox dominantlıq etməməyə çalışın. Mənim dediyim qanundur havası münasibətə ancaq soyuqluq gətirəcək. Subay şirlər, ətrafınızda sizə heyran olan, amma sizin o güclü və əlçatmaz duruşunuzdan qorxan biri var. Biraz daha səmimi və əlçatan görünsəniz, maraqlı bir ünsiyyət başlaya bilər. Ürək-damar sistemi və təzyiq dəyişkənliyinə qarşı diqqətli olun. Günəş altında çox qalmamaq bu həftə vacibdir. Lüks xərclərə meyliniz arta bilər. Şan-şöhrət və ya vizual görünüş üçün büdcənizi aşan alış-verişlər etməyin. Pərdə arxasında yeni bir layihə üzərində işləyirsinizsə, hələ ki heç kimə deməyin. Strategiyanızı tamamlayın. Çünki bu həftə ideya uğurluğu ola bilər. Həftənin şir bürclərinə olan məsləhəti: hər planınızı hamıya danışmayın. Biraz gizlilik sizə uğur gətirəcək. Fərdi olaraq görülən yaradıcı işlər və planlamalar bu həftə sizlər üçün uğurludur. Boş, böyük vədlər verən və sizi tərifləyən saxta insanlara inanmaqdan bu həftə uzaq durun. Qız bürcü. Ailə üzvlərindən birinin xırda bir yalanını və ya sizdən gizlətdiyi bir detalı tuta bilərsiniz. Detallara olan o məşhur diqqətiniz sayəsində hər şey üzə çıxacaq. Amma böyük bir dava çıxarmayın. Sadəcə bildiyinizi hiss etdirin. Evli, münasibəti olan qızlar, partnyorunuzu tənqid etmək dozasını biraz azaldın. Hər xırdalığa irad bildirmək qarşı tərəfi bezdirə bilər. Subay qızlar, dost çevrəniz vasitəsilə tamamilə fərqli düşüncəyə malik, bəlkə də intellektual biri ilə qarşılaşa bilərsiniz. Nağıl gözləməyin, sadəcə insanı tanımağa çalışın. Ayaq üstə çox qalmaqdan yaranan ağrılar və ya şişkinliklər ola bilər. Rahat ayaqqabılara üstünlük verin. Keçmişdə etdiyiniz bəzi yatırımların və ya zəhmətin maddi qarşılığı gələ bilər. Borcları nizamlamaq üçün uyğun həftədir.
Komanda işində analitik zəkanızla ön plana çıxacaqsınız. Hər kəsin qaçırdığı o kiçik detalı siz tapıb layihəni xilas edə bilərsiniz. Həftənin qız bölgələrinə olan məsləhəti: hər şeyi mükəmməl etməyə çalışıb özünüzü stresə salmayın. Mükəmməl deyə bir şey yoxdur. Bu həftə sizlər üçün geniş miqyaslı təmizlik, hesabatların yoxlanılması uğurlu ola bilər. Bu həftə insanların şəxsi işlərinə qarışıb onlara ağsaqqallıq, ağbirçəklik etməkdən çəkinin. Tərəzi bürcü. Karyeraya və ya kənar işlərə başınız o qədər qarışacaq ki, evdəkilər diqqətsizlikdən şikayət edəcəklər. Ailənizə ən azı bir axşamınızı tam ayırın. Evli, münasibəti olan tərəzilər, aranızda olan o estetik və harmonik bağı qorumaq üçün bu həftə biraz səy göstərməlisiniz. Romantik bir sürpriz və ya kiçik bir hədiyyə buzu əridə bilər. Subay tərəzilər iş mühitində və ya rəsmi bir görüşdə kiminsə sizə qarşı xüsusi marağı yarana bilər. Amma tələsməyin, hələ ki sadəcə işgüzar münasibəti qoruyun. Oturaq iş rejimindən bağlı olaraq bel və onurğa ağrıları ola bilər. Xırda bədən məşqləri etmək şərtdir. Xərcləriniz bu həftə biraz arta bilər. Xüsusən də şəxsi baxım və ya estetik mövzulara. Büdcə balansınızı qaçırmayın. Karyerada parlayacağınız, rəhbərliyin rəğbətini qazanacağınız bir həftədir. Əgər yeni bir təklif gələrsə, şərtləri yaxşı müzakirə edin. Həftənin tərəzi bürclərinə olan məsləhəti: qərar verərkən daxili səsinizə güvənin. İş müsahibələri, vacib işgüzar görüşlər və imij dəyişikliyi bu həftə tərəzilər üçün uğurludur. İş yerindəki dedikodulara və tərəfkeşliyə alət olmaqdan bu həftə mütləq şəkildə uzaq durun. Əqrəb bürcü. Uzaqda yaşayan qohumları və ya ailə üzvləri ilə bağlı gözlənilməz xəbərlər gündəmə gələ bilər. Səfər planları və ya evinizə qonaq gəlməsi ehtimalı yüksəkdir. Evli, münasibəti olan əqrəblər, münasibətdəki o manipulyasiya və ya gizli qısqanclıq hisslərini bir kənara qoymağın vaxtıdır. Qarşı tərəfə təzyiq etsəniz, ciddi bir partlayış qaçılmazdır. Subay əqrəblər, göy üzü bu həftə də sehirli bir eşq zəmanəti vermir. Reallıq budur ki, heç nə olmaya da bilər, amma daxili qabığınızdan çıxıb sosiallaşsanız, dünya görüşünüzü tamamilə fərqli olan bir insan diqqətinizi çəkə bilər. Hər şey sizin reaksiyanızdan asılıdır. Stres və gərginliyə bağlı olaraq yuxu yorğunluğu ola bilər. Yatmazdan əvvəl beyninizi boşaltmağa çalışın. Sənədləşmə və ya hüquqi məsələlərlə bağlı bəzi planlaşdırılmamış xərclər ola bilər. Beynəlxalq işlər, təhsil və ya özünü inkişaf mövzusunda real addımlar ata bilərsiniz. Riskli maliyyə sövdələşmələrindən isə uzaq durun. Həftənin əqrəb bürclərinə olan məsləhəti: hər hadisəni dramatikləşdirməyin, reallığı olduğu kimi qəbul edin. Bu həftə hüquqi məsələləri qaydasına salmaq, yeni nəsə öyrənmək əqrəb bürcləri üçün uğurludur. Mən hər şeyi bilirəm deyib başqalarının təcrübələrini görməzdən gəlməkdən uzaq durun. Oxatan bürcü. Ailə daxilində ortaq büdcə və ya daşınmaz əmlak mövzuları müzakirə oluna bilər. Hisslərlə yox, məntiqlə qərar verməli olduğunuz bir həftədir. Evli, münasibəti olan oxatanlar, münasibətdə bəzi qorxular və ya güvən problemləri baş qaldıra bilər. Qarşı tərəflə səmimi və real bir söhbət etmək bütün şübhələri yox edər. Bu həftə eşq mövzusunda böyük gözləntilərə girməyin. Qarşınıza çıxan insan ilk baxışdan çox cazibədar görünsə də, maskasının arxasını görmək üçün zamana ehtiyacınız var. Kiçik ev zədələnmələrinə və ya idman edərkən diqqətsizliyə qarşı ehtiyatlı olun. Bud və onba layihələrinizi qoruyun. Kredit, vergi və ya sığorta işləriniz varsa, gecikmələr ola bilər. Böyük məbləğdə borc öhdəliyin altına girmək üçün heç də uyğun vaxt deyil. İş yerində bəzi krizislər və ya qəfil dəyişikliklər ola bilər. Təşvişə düşməyin. Sizin adaptasiya qabiliyyətiniz bu krizisi fürsətə çevirməyə bəs edəcək. Həftənin oxatanlara məsləhəti: həyatın gətirdiyi qaçılmaz dəyişikliklərə dirənməyin. Axışla hərəkət edin.
Bu həftə ox atanlar üçün borcları bağlamaq və lazımsız xərcləri ixtisar etmək uğurlu olacaq. Riskli və qumar xarakterli investisiya addımlarından isə qəti şəkildə uzaq durun. Oğlaq bürcü. Yaxınlarınızla münasibətdə həddindən artıq rəsmi və ya soyuq davrana bilərsiniz. Onların sadəcə sizin qayğınıza və səmimiyyətinizə ehtiyacı var. Bunu unutmayın. Evli, münasibəti olan oğlaqlar, partnyorunuzla gələcək planlarınızı, məsələn, köçmək və ya ortaq bir iş, müzakirə etmək üçün real zəmin yaranır. Ortaq məxrəcə gəlmək asan olacaq. Subay oğlaqlar, ciddi və ayaqları yerə basan bir münasibətin təməli qoyula bilər. Bu ilk baxışdan nağıl kimi romantik olmaya bilər, amma gələcəyi olan bir tanışlıqdır. Sağlamlıqda isə böyrəklərinizi qoruyun, bol su için və soyuq dəymədən qorunun. Ortaq işlərdən və ya partnyorunuzun dəstəyi sayəsində maddi vəziyyətinizdə müsbət bir hərəkətlilik ola bilər. Müqavilələr, müştərilərlə danışıqlar və hüquqi razılaşmalar üçün əla həftədir. Rəqiblərinizdən bir addım öndə olacaqsınız. Həftənin oğlaq bürclərinə olan məsləhəti: hər şeyi tək başına etməyə çalışmayın, qarşı tərəfə də güvənməyi öyrənin. İşgüzar tərəfdaşlıqlar qurmaq və küsüləri barışdırmaq bu həftə sizlər üçün uğurludur. Soyuq və məsafəli duruşla yaxın insanları özünüzdən uzaqlaşdırmaqdan bu həftə uzaq durun. Dolça bürcü. Gündəlik ev işləri, məişət qayğıları və ya bəlkə də ev heyvanlarınızın səhhəti ilə bu həftə bütün vaxtınızı itirə bilərsiniz. Səbirli olmalı və nizamı qorumalısınız. Evli, münasibəti olan dolçalar. Münasibətlərinizdə biraz rutin yorğunluğu var. Hər şey maraqsız gələ bilər, amma bəzən sakitlik və o rutin bir nemətdir. Dərhal problem axtarmayın. Subay dolçalar, iş yerində və ya idman zalı kimi gündəlik getdiyiniz məkanlarda kimsə sizə qarşı maraq göstərə bilər. Hələ ki, hər şey çox sadə və sakit irəliləyəcək. İmmunitetiniz aşağı düşə bilər. Yay infeksiyalarına qarşı diqqətli olun. Vitamin balansınızı, qidalanmanızı nizamlayın. Maddi olaraq böyük sıçrayışlar yoxdur, amma xırda və davamlı gəlirlər sayəsində büdcəniz balansda qalacaq. İş mühitində çox çalışmalı, detallarla məşğul olmalı, bəlkə də başqalarının yarımçıq qoyduğu işləri təmizləməli olacaqsınız. Zəhmətiniz boşa getməyəcək. Həftənin dolça bürclərinə olan məsləhəti: işləri yığıb sonraya saxlamayın. Günü-günə satmayın ki, stres yaranmasın. Sizlər üçün nə uğurludur? İş yerində nizam yaratmaq və sağlam həyat tərzinə başlamaq. Bu həftə dolçalar həddindən artıq kafein qəbulundan və yuxusuz qalmaqdan uzaq dursunlar. Balıqlar bürcü. Ailədə gənclər və ya uşaqlarla bağlı mövzular ön plandadır. Onların yaradıcılıq uğurları və ya sizə bəxş etdiyi xoş anlar həftənin ən gözəl hissəsi olacaq. Evli, münasibəti olan balıqlar, münasibətinizdə romantika və canlılıq artır. Birlikdə əylənmək, bəlkə də ortaq bir hobbi ilə məşğul olmaq aranızdakı bağı yenidən gücləndirəcək. Subay balıqlar, səhnə sizindir. Bu həftə estetik ruhlu, səmimi və tam ürəyinizcə olan biri ilə tanışlıq ehtimalı çox yüksəkdir. Şans verin, amma xəyallarda boğulmadan insanı reallıqda tanıyın. Enerjiniz və əhvalınız ümumilikdə yaxşıdır. Sadəcə emosional dalğalanmalara qarşı daxili tarazlığınızı qorumağa çalışın. Hobbilərinizdən və ya yaradıcılıq işlərdən əlavə gəlir əldə edə bilərsiniz. Şans faktoru bu həftə sizin tərəfinizdədir, amma yenə də riskli addımlardan qaçın. İdeya və təkliflərinizlə iş yerində diqqət mərkəzində olacaqsınız. Çəkilişlər, təqdimatlar və ya göz önündə olmalı olduğunuz işlər üçün möhtəşəm həftədir. Öz istedadlarınıza zərrə qədər də olsa şübhə etməyin. Özünüzə güvənin. Bu, balıqlar bürcünə olan həftənin məsləhəti. Sənətlə məşğul olmaq, yeni yaradıcı layihələrə başlamaq və çəkilişlər etmək bu həftə balıqlar üçün uğurludur. Utancaqlıq edib fürsətləri əldən verməkdən bu həftə uzaq durun. Həftəlik real proqnozlarımız bu qədər, əziz izləyicilər. Gördüyünüz kimi hər bürcü tam ətraflı şəkildə analiz etdik.
Videonu bağlamadan öncə bir daha xatırlatmaq istəyirəm. Kanalımızın böyüməsi və 5000 abunə hədəfinə çatmağımız üçün abunə olmağı, videonu bəyənməyi və rəylərdə fəal iştirak etməyi unutmayın. Gələn həftə yenidən tam real proqnozlarla görüşənədək özünüzə yaxşı baxın. Ulduzunuz daim parlasın.